Universitetə davamlı olaraq getməyin düzgün olduğunu düşünürəm. Çünki imtahanda bu bizə çox təsir edə bilər. Çünki hər dərsin özünün ayrı mövzuları olduğu üçün, əgər 1-2 dərs biz bundan geri qalsaq, bu bizə çətinlik yarada bilər. Universitet biraz praktiki olaraq insana daha çox inkişaf elətdirir və yaxud da oxuduğumuz ixtisası hardasa biz işləsək, praktiki olaraq həmin fənni daha yaxşı qavramış oluruq. Nəinki dərsdə oturub heç bir şey eləməməklə. Onlayn da eləsələr məncə daha yaxşı olar, daha effektiv olar. Çünki mən özüm də məsələn bəzi fənlərim, bəzi dərslərim onlayndır və kifayət qədər səmərəli keçir. Düşünürəm ki, davamiyyət mövzusu biraz da tələbələrin öz istəyinə buraxılmalıdır və davamiyyətin bal sisteminə daxil olmasının biraz əleyhinəyəm. Çünki nəyə görə? Bəzən tələbələr öz seçimləri ilə dərsə davamiyyətlərini təmin etsələr daha yaxşı olar ki, bu dərsdə istər marağın təmin olunmasına köməklik göstərə bilər. Elə fənlər olur ki, bunlar ixtisasa kənardılar, qeyri-ixtisas fənlərdilər. Yəni düşünürəm məcburiyyətdən həmin dərsdə oturmaq tələbənin nə qədər inkişaf etdirsə də bir o qədər də vaxtını almış olur. Əslində nəzəriyyəni bir dəfə oxuyub öyrənmək məncə daha effektivdir və sonra praktikaya getməyi, universitetə günbəgün praktikaya getməyi tərəfdarıyam mən. Yəni sadəcə hər gün nəzəriyyə üçün getmək o qədər də yaxşı deyil məncə. Tələbələrin hər gün dərsə getməyi düşünürəm ki, vacib deyil. Verilənlərin öyrənilməsi daha fərqli formada tətbiq edilə bilər. Yəni tələbənin davamiyyəti düşünürəm ki, burada hər hansı spesifik bir rol oynamır. Məncə belə bir zəruriyyət yoxdur deyə düşünürəm. Çünki hər gün bir dərs iştirak eləməkdənsə dərsdə, düşünürəm ki, həftədə 3 və ya 4 dəfə dərslər təşkil olunsa daha yaxşı olar. Hansı ki, bu şəhərimizdə bəzi universitetlərdə var. Məsələn, İqtisad Universitetində. Mən həftədə 4 dəfə dərsə gedirəm, bir gün getmirəm və bu mənim üçün çox müsbətdir deyə düşünürəm.